Bir güzel hamilemi daha sizlerle paylaşım. Bugün keselere bakacağız. Sizlerle beraber bakaq deyək. Neçə il sonraydı sizdə? 9 il. 9 il sonra süni mayalanma etdiyimiz bir hamiləmiz. Səncə əkizsən, təksən? Özün bax, gör oradan nə görürsən? 2 dənə kəsə görürsən. Əkizlərimiz gəlir, xeyirli uğurlu olsun. Tam 9 il sonra. Daha önce etdirmişdin süni mayalanma? Yox, ilk süni mayalanması. Bizdə də birincidən tutub, bəli, ilk süni mayalanmasıyla əkiz. Hətta biri maşallah embrioda əmələ gəlib, ürək döyüntüsü də var. Normaldə 6 həftə 1 gün göstərir. Birinci dəfə baxıram mən sənə. Kəsələri maşallah böyüyüblər. Hər ikisinin içində embrio var. İnşallah 2 həftə. Birinin belə gözlə ürək döyüntüsünü də görürəm. Çizirdə. Sizlər üçün, arzusunda olanlar üçün olsun deyək. Yəni görürsünüz 9 il sonra bütün tədaviləri almışdın yəqin ki, boş oturmamısan. Çünki gənc bir pasiyentimizdir. Dərman tədavisi, iğnə tədavisi getmədiyi yer qalmamışdı. Amma gerçəkdən də heç bir tədavinin həll edə bilmədiyi sonsuzluğu süni mayalanma yoluyla həll etmək mümkündür.